Salam değerli izləyicilərim, xoş gördük. Hər birinizin sabahınız xeyir olsun. Hər həftə olduğu kimi bugün də həftənin 5-ci günü Bərdə mal bazarıdır. Değerli izləyicilərim, inşallah Allahın izni ilə bazar günü Bakıda bazarda olacağım. Ora təklif eləyibdilər. İstənilən bazarlara təklif eləyə bilərsiniz və istənilən heyvanın alğı-satqısında müraciət eləyə bilərsiniz. Və hər bir kəsdən də xahiş edirəm, videonu başlığından 10 saniyə baxıb sual-cavab eləməyin. Videonu sona qədər izləyin, ondan sonra sual-cavab eləyərsiniz. Və hər bir kəsdən xahiş edirəm, kanalıma da abunə olun. 3700 manat. Erkek balanın 12 litre. 12 litrdə süd verir. Neçənci balasıdır? 3-cü balası. Erkekdə balası var. Bərdə mal bazarından bütün heyvanları çəkəcəyik. Əsas odur ki, videonu sona qədər izləyin və like verin. Kanalımıza abunə olun ki, bütün bazarlardan xəbəriniz olsun. 3200'e deyilir. 3-cü balasıdır. Balası da yıl olur. Neçə də balası var. Neçə litrdə süd verir ama? 9 litrdə süd verir. Balası şives toplu. O şiveslerden. 400'e deyir, tıkını da balası var. Balası erkəkdir. Birinci qarnıdır. Neçə litr süd verir? 4 litre yarım, 4 litrdə süd verir. Balası da dişi. Təzə də oldu. Onu da 3000'e deyilir. Balası da körpədir. Erkək də balası. 8 litre süd verir, 4-cü balasıdır. Çorum səymişik. Totum əlimdə bax belə sort buzoylar olur. Almaq istəyənlər zəng eləsin. Totu ilə əlaqə saxlasın. Totu nömrənidir. Əlaqə saxlayacaqlar. 050 743 63 01. Bu dəfə Totum əlimdən əlaqə saxlayın. Qəşəng buzoylar olur. 2700 manata gözəl bir inek. Balası dişi eləmi? Neçə litrdə süd verirəmi? 5-6. Buyurun baxın. Seyit baba bazar olsun. Neçə deyirsən buzoyları? 9'dan başlıyor. 900 manatdan başlayır. Seyit babamda da həmişə buzoy olur. Nömrəsi də 888 yox. 802 051 ilə 802 88 89. Kim istəsə zəng eləyə bilər. Seyit babama. Birinci qarına balası da budur. 3700 manata deyir qardaşımız. Neçə litrdə süd verir? 10 litre. 10 litrdə süd verir axşam səhər. Yəni bunun gələcəyi var da. Allah bazar versin. Bax gözəl qardaşımızda belə bir gözəl inek var. Deyir 3700'e son qiyməti. Qəşəngdə simental balası var. Balası da budur. Dişi damazdır. Neçə litrdə süd verir? 13-14 litre. Ben sana 10 gram adam 13-14 litrdə süd verir. Bax. Belə. Qəşəng mal. Mal algı, satqısına zəng eləyə bilərsiniz mal. Bazarlara təklif çoxdur. İndi inşallah Bakıda bazarda olacağım bazar günü. Kanalımıza abunə olun ki videolarımıza qarşınıza çıxsın, baxa biləsiniz. Mal bazarından xəbəriniz olsun. Gözəl inəklər var. Bərdə mal bazarı hər həftənin 5-ci gün fəaliyyətdədir.
3400'e çıkarınek. Dişi balası, 3-cü balası. Neçə litrdə süd verir? 9 lira. 9 litr axşam səhərdə süd verir. Hayvan adı nədir bəs? Qəşəng damazlı. Balası da elə özü də. Bu da 3600'e deyir, qəşəng sağlam heyvandır. Neçə litrdə bu verir? 10 litrdə bu verir süd. Balası da görsələyəm indi. Balası da budur. Bunun da balası dişidir. Qəşəng damazlı. Şimdi 4-cü balası. Ya 3'lü ya 4. Hem 6-7. bal olur. Edirəm malın yanına mal yersin. Bala bak da. Baksın. 7 litrdə süd verir. Neçəyə də deyirsiniz bunu? 2850 manat. 3400'e deyir, balası da var. Kıvırcıq balası var. Şeyhdən bilirlər. Bala. Balası dişidir. 7-8 litr süd verir. 3-cü də balasıdır. Qəşəng ürəkdir, mənim xoşuma. Bala dişidir, erkək. Balası dişidir. 4-cü baladır. 20 litrdə süd verir. 3800 manatda qiymət. Alım mərəzi. Qəşəng şey. Axşam səhər 20 litr süd. Kola sortudur bax. Buynuzsuz. Neçə litr süd verir? 8 litre verir. 8 litrə. Neçənci balasıdır? 64-cü baladır. Altındakı 4-cü balası. İndi balanı seçəcəm, onun balasına baxın. Baxın. Balaya bax. Gəl qaqa. Balasına baxın. Onun balasına baxın. Birazdan sonra balası ananın pulunu çıxardacaq. Qaqa. 4300 manata. 15 litr süd. Bana sortuna baxın da. Üç qarında da o. Axşam səhər də 15 litr süd verir, öz qapısının bağlıdır. Erkək balayla 3700'e. Neçənci baladır? 3-cü bala. Neçə litrdə süd verir? 15 litr. Axşam səhərdə süd verir. Buyurun, bax. Qəşəng heyvandır. Kimsə gedib deyək ki, orada adını adamı yesin. Düyədir, birinci balası. Neçəydəsin buna bu? Bunu 2850'ye. 2850 manat, birinci balasıdır. Boz Şivestan. Baxanda bilinir. Neçə litrdə süd verirəm oğlum? 8 litr, axşam səhər. Körpəlidir. Bax, təmiz simentaldır, gözəl dəydirəmiz. Balası da budur, erkək. 5500 manata. Balası neçə aylıqdır mı? 7 aylıq. Neçə litrdə süd verirəm oğlum? 25-30 litrdə axşam səhər süd verir. Baxı da yedirtməyə. Balası da təmiz simentaldır. Görürsünüz, arxasının elinə baxır. Gözlə maşına yerdir. Qurutak verdən ha. 54'ten aşağı bir yeri yok. Nəyin özü də şişirdir. İndi isə gözəl izləyicilərimiz Camış bazarına keçək. 3600'e balası da budur. Neçənci balasıdır? 4-cü. Neçə litrdə süd verir? 6 litr, 3 litr səhər, 3 litr axşam. Bu ana baladır, bu da Kəldə onun balasıdır.
Bağla şalmanı özlerinin bile gel. Haydi. Balası lap çörpədir. 3300 deyir. Bax, ana baladır. 6-cı balası. Qırmızı ya. Neçə litr süd verirəm? 6 litrdə süd. Çəmcəyim, axşam səhər 6 litr. Böyle çelseler var. Erkek kişi. 1300'den değil üst üste. $4500 manata kəli. Buyurun bax. Qəşəng göydü, ətini var. Qıpqırmızı. 50 baş kəlsəliyi var. 1450 manatdan da deyilir. Çok onda değil. Alan olsa razılaşarlar. Bunlar tanıdığım adamdır. Yəni bunlarda daimi belə ordağa gedən kəlsələr olur. Ehtiyac kiməsə ehtiyac olsa, yəni köməklik eləyərik, ala bilər. Balası budur, gözəl. Anası budur, dördüncü baladır, 4000 eləyir. Axşam səhər 6 litr süd verir. Axşam səhər 6 litr süd verir. Düyələrdir, orqaqdan çıxma, 1600 manatdan verir. 4 dənə düyə. Ordağa gedən danalardır, 10 dənədir, 2400-dən bir. Alan olsa razılaşma yeri var. Hamısı da görürsünüz də qəlifdən çıxma danalar. Standart mallardır hamısı da. Yəni əsl ət yığan danalardır, bunlar bilirsiniz. Böyle danalar da var, 1350 manatdan deyir, yer aşağı yerlər var. 1220 manatdan da var. Pulun başına daş düşürük Allah. Bax, düyələr kök düyələrdir, 22 yarım, 23, 21, nə bilim, hər qiymətə var da. Kök düyələr, yem yemiş mallar. 2000'den 2300'e kadar mal var. Ah, bu kök düyələri görürsünüz də, kök var, kök var. Baba, bu 4 dənə düyəni gözəl izləyicilər. Qardaş, nağdı pulun alıb 2850 manatdan satıbdır. Bax, bu qardaşımız. Mallarına söz yoxdur da, qəşəng. Vəl deyirlər. Allah xeyir versin ama oğlum. Neçə ay yem yeyibdir bu? 7 ay. Nə yeyirsiniz? Arpa ilə kəpək. Qəşəng kökətmişsən. Allah alana da, satana da xeyir versin. Ala damazlı da çək ha. Bunlar da inəkdir, arıq inəklərdir, yemək edən. Subay. Bunlar neçə ilə deyirsin? 2550 manatdan deyirsin. Simental danadır, 4800 manata deyir. Özü də köhlüyü, yeşəliyi, super. Çökəlikdir. Süt 9500'e. Süt 9500 manata deyilir. Gözəl izləyicilərimiz, bazarda belə bir şey də var, görürsünüz. Mal çıxır burada tərəziyə, burada çəkilir.
Bu görə nə qədər gələcək bu dana? Və soruşacağım bunu. İzləmədə qalın, soruşacağım bunu nə qədər gəldi. Bax çəkildi, 410 kilo diri çəkisi var. Toplayıb bu dana. Təpəl dananın ağzı çəkildi 410 kilo. O burada girir qapana yaşır. Yəni allanmamaq üçün, usta. Karlısı da oluyor. 200. Girir bu dana. 18. Ama 280 düşürdü. İzləyicilərimiz, bax burada qapanla çəkilir. Yəni diri çəki, malın diri çəkisi 15 manat 50 qəpik, 15 manat və 16 manata kimi bu kök mallarda, yəni burada ona görə qiymət oynayır. 15-dən 16-ya qədər yəni qapandan mal götürülür. Simental köklüyünə bax. Dəli mal olmur. Köklüyünə bax. 5000 manat. Bax durba deyilir, bax obadır. Həqqi durba kimi kök. Bax kök, deyilə belə yox. 5000 manat. 580 neçə kilo gəlir, biri çəkisi. 580 neçə kilo gəlir yabınız. Bax kök. Salam dəyərli izləyicilərimiz, hər birinizin hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərimiz, videomuza sona qədər izləyin ki, bazardan məlumatınız olsun. Sizləri İmişli mal bazarından salamlayıram. Gördüyünüz kimi, bax bura qoyun bazarıdır. İnşallah indi çəkiliş eləyəcəm. İzləmədə qalın ki, sonra yazmayın ki, Xəqani qardaş, niyə inek bazarını çəkməmsən? Hamısı çəkiləcək. Yetər ki, siz sona qədər izləyin. İzləyin və o like vurun. Takip atın ki, bütün bazarlardan xəbəriniz olsun. 250 manatdan deyilir. Əmlik buzlardır. Bir erkək birinci. Tamam ne şeyde hesap alacağım? 200 manatda da bu deyilir. 320 manata deyilir erkek. Erkek. Hemşem 45 kilo diri çəkisi var. 45 kilo diri çəkisi var, 400 manata deyilir. Erkek. Neçədir o? 30 kilodan yukarı aşağı değil. 500 manata deyir. Erkek. Qoyunları, subay qoyunları 360'a, 350'ye, 250'ye bak belə subay qoyunları. İki dənə qoyun, 2 dənə də bala. Bu bala bunundur, o bala da onundur. 700 manata deyirsən? 700 manata deyirəm. Balalı. İkinin biri yok. 250 manata deyir, dişidir. Tamam. Namazlıq, keçi. Sen de yaparız. 230 manatdan deyilir. Bunlar. Özləyicilərimiz, mal bazarından çəkilişimiz bu qədər. Yenə deyirəm, abunə olun, sözünün üstündən vurun. Hər bazardan xəbəriniz olsun. Və orada kolxozun layıqı deyilən bir şey var. Onu vurun ki, o da mənim əhbək pulumdur. Yəni, əziyyət çəkib gedib çəkirik də bazarları, qiymətləri bilirsiniz. Alan allanmır, satan allanmır. Yəni, ona görə də xahiş edirəm. Videomuzu o layiq deyilən bir şey var. Onu vurun ki, biz də oradan qida allıq da, gözəl izləyicilər. Kimin də maldır,
algı satqıdır. Bax belə şeylər olanda nömrəm səhifədə var. Zəng vurun. İnşallah indi bazar günü Bakıdan bazardan sizləri salamlayacağam. Qardaşla danışmışıq, bazarın sahibi. Ödənişimizi eləyib, inşallah gedəcəyik Bakıya, mal bazarı çəkməyə. Yəni, istənilən rayona, bazar çəkilişlərinə dəvət edə bilərsiniz. Çox mal satan olur, dəvət edə bilərsiniz, çəkərik. İnşallah satarsınız. Allah mal alanı da, malına mülkünə bərəkət versin, mal satanın da Allah qanazlığını bol eləsin. Çəkilişimiz bazardan bu qədər. Allah sizləri qorusun. Düzümüz satanı çəkdik də.